Əgər birinci kursda oxuyursansa və tələbə həyatında yenisənsə, bu deyəcəyim tövsiyələri diqqətli şəkildə dinlə və həyata keçirməyə çalış. Bu gün tələbə həyatı yaşamış biri olaraq istəyirəm ki, sizinlə öz şəxsi təcrübələrimi bölüşüm. Əvvəla hər kəsə salam. Kanalıma və YouTube videoma xoş gəlmisiniz. Bu mənim ilk YouTube videomdur və istəyirəm ki, ilk öncə özümü təqdim edeyim. Xəyalə Manaflı, 24 yaşım var. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasına qəbul olmuşam və 2023-cü ildə bu ixtisası bitirmişəm, məzun olmuşam, tarix müəllimiyəm. Və istəyirəm ki, bugün sizinlə birinci kurs tələbələri ilə və ümumiyyətlə hələ universiteti bitirməmiş tələbələrlə öz tələbə həyatım dövründə yaşadığım təcrübələri paylaşım. Həm tələbə həyatım dövründə, həm məzun olduğum dövrdən sonra gördüyüm təcrübələri sizinlə paylaşmaq istəyirəm. Hazırsınızsa başlayaq. Artıq oktyabr ayındayıq və oktyabrın ilk 15 gününü artıq yerdə qoymuşuq. Yəni düşünürəm ki, artıq universitetlərdə kollegiumlar yazılıbdı. İlk kollegiumlar yazılıb. Bizdə pedaqoji universitetdə kollegiumlar açıq formada olurdu. Müəllimlər sualları açıq şəkildə verirdilər və biz də onlara yazılı cavablar verirdik. Bəzi universitetlərdə ola bilsin ki, kollegiumlar test formasında olsun. Sizə ilk tövsiyəm budur ki, yaxşı hazırlaşın kollegiumlara. Çünki istəyirsinizsə diplomunuzda ballarınız, ümumi orta göstəriciləriniz yüksək olsun və özəlliklə qırmızı diplom almaq istəyənlər də olur. Məsələn, elə birdən mən almaq istəyirdim, amma çox təəssüf ki, bir-iki qiymətim aşağı olduğu üçün ala bilmədim. Əgər istəyirsinizsə qiymətiniz, göstəriciləriniz yüksək olsun, mütləq şəkildə elə ilk başdan yaxşı oxumağa başlayın. İxtisasınız nədirsə, fərqi yoxdur, müəllimlik olsun, biznes olsun və ya başqa qeyri-ixtisaslar olsun. İlk başdan elə təməldən yaxşı oxumağa çalışın. Kollegiumlar xırda imtahanlar kimidir. Hər ay bir dəfə verəcəksiniz və dekabrın sonu, yanvarın əvvəllərində artıq imtahan sessiyası başlayır. Bir yayda, bir qışda imtahan sessiyaları olur. Yanvarda qış sessiyası, iyunun sonu, iyulun əvvəllərində də artıq yay sessiyası olur. Yenə fevralda tətilə çıxandan sonra, yanvar imtahanlarını verəndən sonra fevralda tətilə çıxırsınız və 15-20 gün belə tətil olur. Ondan sonra təzədən ikinci sessiyaya başlayırsınız. Fərqi yoxdur, sessiyaların, semestrların heç bir fərqi yoxdur. Əsas olan tələbələrin necə oxumasıdır və dərsə olan davamiyyətləridir. Bəri başdan sizə birinci tövsiyəm hər halda yaxşı oxumağınızdır. Yaxşı oxumağınız sizə ixtisasınızı dərindən mənimsəməyə də kömək eləyəcək. Həm iş həyatınızda, həm də müxtəlif mühitlərdə yaxşı oxumağınız sizi hər cəhətdən üstün eləyəcək. İkinci verəcəyim ən vacib tövsiyə mütləq şəkildə dil öyrənməyinizdir. Elə birinci kursdan dil öyrənməyə başlasaq çox gözəl olar, amma birinci kurs deyilsə yenə də gec deyil. Mütləq şəkildə dil öyrənməlisiniz. Bu mənim tələbə həyatı dövründə eləmədiyim, tələbə həyatından sonra, məzun olandan sonra elədiyim, gecikdiyim bir vəzifəmi deyim, işmi deyim oldu. Kaş ki, tələbə həyatım dövründə öyrənsəydim, eləsəydim dediyim bir şeydir bu. Xarici dil öyrənmək mütləq şəkildə lazımdır. Xüsusən indiki zamanda rəqabətin artdığı dövrdə mütləq şəkildə dil öyrənməyi isə tövsiyə eləyirəm. İngilis dili də öyrənə bilərsiniz və ya ingilis dili deyil, rus dili də öyrənə bilərsiniz. Çünki bu iki dilə daha çox tələbat var Azərbaycanda, müxtəlif peşə sahələrində. Amma hər ikisini də öyrənsəz çox gözəl olar. Yəni yenə də deyirəm, rəqabətin artdığı bir dövrdəyik və işsizlərin sayı gündən-günə çoxalır. Əgər universiteti bitirən kimi rahat şəkildə iş tapmaq istəyirsinizsə, mütləq şəkildə bu iki dilin ikisini də öyrənməyə başlayın. İngilis dili müəyyən qədər rahatdır əslində. Yəni həm abituriyent hazırlıqları dövründə hazırlaşırıq. Rus dilində çox az hazırlaşma olur. Yəni əsasən rus sektorlarında olur və bir də rus dilini yaxşı bilib xarici dil seçənlər daha çox rus dilini üzərində işləyirlər. Amma sizə tövsiyəm budur ki, hər ikisini əvvəlcədən başlayın. İngilis dilini daha tez öyrənərsiniz, amma rus dili biraz çətin olduğu üçün qrammatikası baxımından, söz ehtiyatı baxımından rus dilini daha tez öyrənməyinizi tövsiyə eləyirəm. Hər iki dildə mütləq şəkildə öyrənin. Üçüncü verəcəyim ən vacib tövsiyələrdən biri universitetin təşkil elədiyi seminarlarda, iclaslarda, tədbirlərdə və tələbə təşkilatlarının, tələbə gənclər təşkilatlarının hazırladığı tədbirlərdə mütləq şəkildə iştirak etməyinizi tövsiyə eləyirəm. Elə indidən üzv olmağa başlayın. Tələbə təşkilatlarına üzv olun, onların yığıncaqlarında, tədbirlərində iştirak eləyin. Bu sizin həm universitetdə
nüfuzunuzun artmasına, həm də yüksəlməyinizə kömək eləyəcək. Məqalələr də yaza bilərsiniz. Məqalə yazmaq da sizə çox kömək eləyəcək. Məsələn, Tələbə Gənclər Təşkilatının tərkibində də elə məqalə yazanlar olur. Universitet üçün məqalələr yaza bilərsiniz. Öz ixtisasınızla bağlı məqalələr yaza bilərsiniz. Verəcəyim digər bir tövsiyə müəllimlərlə bağlı ola bilər. Xüsusən də yaşlı müəllimlər bir də görürsən ki, tələbələri incidirlər, qiyməti az yazırlar, yaxşı qiymət vermirlər. Çalışın nə olursa olsun, yəni müəllimlərlə prinsip aparmayın. Çünki ilk başlarda onsuz da bəzi müəllimlər həqiqətən də aşağı qiymət yazırlar. Yəni bu hər tələbənin başına gəlmiş bir şeydir. Sakit tələbədən tutmur, savaşan tələbənin də başına gəlmiş bir hadisədir bu. İlk kurs tələbələrində xüsusən bu hallar yaşanır. Müəllimlər çox vaxt yaxşı cavab verilməsinə baxmayaraq biraz aşağı qiymət yazırlar ki, tələbələr davamiyyətli olsunlar, oxusunlar deyə. Yəni bu qəsdli şəkildə olmuş bir şey deyil də. Yəni müəllim bizim xeyrimiz üçün eləyir bunu. Qiyməti biraz aşağı yazır ki, tələbələr arxayın düşməsinlər. Dərslərini daha yaxşı oxusunlar. Yəni müasir dövrün müəllimləri ilə əvvəlki dövrün müəllimləri belə deyək, yəni müəllimlərin çox universitetdə yaşlı müəllimlərdir. Yəni Sovet dövründən təhsil almış müəllimləridir. Sovet dövrünün müəllimləri olduqları üçün onlar daha çox dərs tələb edə bilərlər, tələbkar ola bilərlər. Uzun sözün qısası, yəni nə olursa olsun, çalışın müəllimlərlə prinsip aparmayın. Qızlar daha az savaşan olurlar. Əslində qızlar daha məsuliyyətli olurlar oğlanlara baxanda. Oğlanlar daha çox müəllimlərlə danışmağa meylli olur. Hər nə olursa olsun, qəti şəkildə tövsiyə edirəm ki, ilk gündən sona qədər müəllimlərlə prinsip aparmayın. Hər zaman münasibətləri normal şəkildə saxlamağa çalışın. Bayaq kollegiumlardan və imtahanlardan danışdım. İstəyirəm ki, imtahanlar barədə biraz daha ətraflı məlumat verim. Çünki birinci kurs tələbələri var ki, hələ təzə başlayıblar, o qədər də məlumatlı deyillər. İmtahan sessiyasından danışdıq bayaq. İmtahan sessiyasına qədər siz seminarlardan mütləq şəkildə 34 bal toplamalısınız. 34 baldan aşağı bal göstərsəz, imtahana giriş əldə edə bilməyəcəksiniz. Mütləq şəkildə topladığınız qiymətlər, seminarda aldığınız qiymətlərin cəmi 34 bal olmalıdır. Çünki ilin axırında siz qış tətilinə çıxmazdan əvvəl qiymətlər hesablanacaq və sizə verəcəyim ən möhkəm tövsiyələrdən biri odur ki, çalışın aşağı qiymət almayın və ən əsası sıfır almayın. Çünki sıfır həqiqətən çox pis təsir edir qiymətlərə. Axırda qiymətlər toplandığına görə o sıfırda onlarla bir yerdə toplanır. Belə kəmiyyəti olmasa da qiymətlərin toplananda ümumi balın azalmasına təsir eləyir. Tutalım siz 4-dən 8 almısınız, bir dənə də 0 almısınız. 8-lər 4-də toplanır, olur 32 bal. O sıfırda kəmiyyəti yoxdur, onsa yenə 32 bal olaraq qalacaq. Amma o 32 bal 5 yerə bölündüyü üçün artıq qiymətinizin az olaraq getməsinə təsir göstərəcək. Yəni çalışın aşağı qiymət almayın. Aldığınız qiymətlər 7-dən yuxarı olsun. 7, 8, 9, 10 belə olsun. Seminarlardan sonra imtahandan da gərək 17 bal toplayasınız. Mütləq şəkildə girdiyiniz imtahandan 17 bal keçməlisiniz. Seminardan 34 bal, imtahandan isə 17 bal, toplam 51 bal eləyir və mütləq şəkildə 51 balı toplamalısınız. Yoxsa həmin fəndən kəsilirsiniz və bir sonraki imtahana girmək məcburiyyətində qalırsınız. Həmin imtahandan da kəsilsəz, artıq tamamilə kəsilirsiniz və həmin fənni gələn il oxumaq məcburiyyətində qalırsınız ki, bu da mənfi bir şeydir. Sizə heç tövsiyə eləmirəm. Verəcəyim digər tövsiyələrdən biri də odur ki, indidən CV-nizi qurmağa başlayın. Əgər bacara bilirsinizsə, part-time işlərdə işləməyə başlayın. Bu sizin gələcəkdə rahat iş tapmağınıza da kömək eləyəcək, həm də təcrübənizi artırmış olacaq, iş həyatına atılacaqsınız, həm oxumaq, həm işləmək. Düzdür, bəs çətin ola bilər, amma yəni bacarırsınızsa eləyin, mütləq şəkildə indidən CV-nizi yaratmağa başlayın. CV-nizdə nə qədər çox üstünlük olsa, bu sizin gələcək həyatınız üçün bir o qədər üstünlük deməkdir. Digər verəcəyim bir tövsiyə networkinginizi inkişaf etdirməkdir. Bu xüsusi tələbdir, çünki rəqəmsal dövrdəyik və sosial şəbəkələrə tələbatın artdığı bir dövrdəyik. Bir tələbə olaraq networkinginizi inkişaf etdirsəz, sosial şəbəkələrdə aktiv olsaz, xüsusilə Facebookda ki, Tələbə Gənclər Təşkilatları və universitetlər xüsusən həm müəllim heyəti, həm rəhbərlik heyəti Facebookda daha aktiv olurlar. Sosial şəbəkələrdə aktiv olmanızı tövsiyə edirəm.
məxsusən də Facebookda, universitetin səhifələrində aktiv olmanızı tövsiyə edirəm. Sosial şəbəkələrdə aktiv olsaz, bu sizin gələcək təcrübənizin artmasına kömək eləyəcək və həm universitetin ictimai fəaliyyətlərində, həm də öz şəxsi fəaliyyətlərinizdə yüksəliş əldə etməyinizə kömək eləyəcək. Və bayaq məqalə yazmaqdan danışdım. Son olaraq onu da qeyd edeyim ki, məqalə yazsaz çox gözəl olar əslində. Nəyə görə gözəl olar? Siz onu yazdıqdan sonra universitetin mətbuat orqanında çap elətdirə bilərsiniz. Həmçinin müəllimlərlə danışıb fakültələrin rəsmi divar qəzetləri olur. Yəni nə bilim, universitetin rəsmi saytı olur. Universitetin rəsmi saytında da yerləşdirmək olar əslində. Və məqalənin yazılması sizin siyasi fəaliyyətinizə də gözəl təsir göstərəcək və gələcəkdə iş həyatınızda da sizin yüksəlməyinizə müsbət təsir göstərəcək. Xüsusilə müəllimlik ixtisası oxuyanlara məqalə yazmağı tövsiyə eləyirəm. Çünki gələcəkdə iş axtaranda CV-dəki tələbatlar arasında elmi məqalələrə də üstünlük verilir. Yəni işə götürənlər CV-lərə baxdıqları zaman xüsusən dil biliyindən savayı həmin şəxsin iş təcrübəsinə və həmçinin elmi məqalələrinin olub-olmamasına da fikir verirlər. Xüsusən müəllif olduğu, hər hansı bir kitab yazıbsa, ya nə bilim məqalə yazıbsa, elmi əsərlərin müəllifidirsə, həmin adamları daha çox işə götürürlər. Bu baxımdan həm işə götürmə baxımından, həm də ki siyasi fəaliyyətinizin, yəni həm ictimai, həm siyasi fəaliyyətinizin yüksək olması səbəbilə məqalə yazmağınızı tövsiyə eləyirəm. Həm öz dilimizdə yaza bilərsiniz, həm də xarici dildə də yaza bilərsiniz. Əgər yaza bilərsinizsə ki, bu çox gözəl olar. İngilis dilində yaza bilərsiniz, çünki ingilis dili beynəlxalq dildir və bu dildə yazılan məqalələri xarici saytlarda da çap olunması ehtimalı var. Məsələn, mənim bir qrup yoldaşım var idi, ingiliscə məqalə yazmışdı konstitusiyamızla bağlı və bu yaxınlarda mən onun statusunda gördüm ki, onun məqaləsi Fransanın hansısa rəsmi saytında çap olunub və ona təbrik məktubu göndərmişdilər Fransadan və bu məni həqiqətən çox sevindirdi. Yəni bir qrup yoldaşı olaraq, bir dostum olaraq həqiqətən onun bu uğuru məni çox sevindirdi. Sizə verəcəyim ən gözəl tövsiyələrdən biri də budur. Mütləq şəkildə əgər yaza bilirsinizsə, xarici dildə məqalə yazsaz və onu xarici saytlara göndərsəz, xarici universitetlərin saytlarına göndərsəz, yerləşdirilməsi üçün bu həqiqətən sizin gələcəkdə ictimai fəaliyyətiniz üçün həm iş baxımından, həm də ictimai fəaliyyət baxımından çox yüksək bir addım olar. Belə, bugünlük bu qədər. Burada videomu sonlandırıram. Ümid eləyirəm verdiyim məlumatlar, paylaşdığım təcrübələrim sizin üçün faydalı olar və yerinə yetirərsiniz müəyyən qədər. Bu kimi videoların davamı üçün kanalıma abunə olmağı və paylaşımlarımı bəyənməyi unutmayın. Verəcəyiniz hər bəyəni və dəstək mənim üçün çox önəmlidir. Gələn videolarda görüşmək üzrə. Hələlik.